son zamanlar şou aləminə yeni simalar gəlib və bu simalar aşırı dərəcədə röya adından istifadə edirlər və bu bəzən narahat edir sizi, mən bunu Bunu bilirəm. heç sevmirəm, bunu istəmirəm və izin də vermirəm. Və aparıcılar, mən baxıram, dostlarımızdır, hamıya demək istəyirəm ki, abartırsınız, lazımsız suallar verirsiniz bəzən. Siz kimi deyirsiniz. Onların da yolu açıq olsun, hər ikisinin nə projeləri varsa yerinə yetsin. Amma rica edirəm aparıcılardan, gəlincə özlərindən sual verin. Çünki mən sizə heç vaxt bu ixtiyarı vermədim axı. Siz mənə həmişə sevdiniz, qorudunuz. Heç vaxtda elə suallar vermədiniz mənə. Ona da hörmət edin. Bildiniz də kimi deyirəm. Çünki orada bir sevgi olub, orada bir övladımız var. Yəni rica edirəm. Bir də gördün mənlə də duet oldu. Burada nə var ki? Mənlə duet olanda danışarsınız. İndi lazımdır. Bu bir yalandan bir duet doğrudan bir şey ola bilər. Məsəl üçün də... Misal üçün də, əgər qaşılıbsa bu show biznesə, yəni qoşulubsa onlara bir tərəf müqabili kimi. Bəli, ola bilər. Amma doğrudan bəzən... Amma onların ailəlik olar elədilər. Onların hamısının səsi var. Mən də tanıyıram. Biz karaokelərdə günümüzü keçirirdik. Biz, yəni onlar doğrudan musiqi sevəndilər. Bir də onların nəsil kökündə artıq incəsənət adamları var. Onlar balaca adam deyirlər. Amma o özü də sıxılır, utanır. Bunu hiss etdim mən, bir verilişdə gördüm. Ona görə də verməyin o sualları. Qəşəng də mahnıları tutub, şanson stilində, özlərim şansonu da sevirdi. Bəli, həmişə də seviblər. Maşallah olsun. Kimin yolu harada gözəldirsə, orada da davam etsin. Bugün televiziyaların